Diləyirəm üzərinizə salamatçılığı təslimlə, ey İbrahim oğulları və Adam oğulları. O kəslər ki, bizləri izləyirlər, Allaha tərəf meyilləri var, sizin də üzərinizdə Allahdan sülh, əmnamanlıq, rəhmət, bərəkət diləyirəm. Şükürlər olsun Allahın cəhəcəlalına. Allahın izni, yardım sayəsində Allah bir daha, yəni ki, izin verdi. Bir gündə, belə deyək ki, artıq izin verdi bu həyatda yaşamağı və izin verdi ki, bu yayıma çıxmağı onun adından sonsuz sayda Allaha şükürlər olsun. Sözsüz ki, bu Allahın belə deyək ki, böyük minnətidir. Şəxsən mən, bəşərin, hansı ki o, belə deyək, bir damcı dəyərsiz sudan xəlq olunmuş, bu bəşərin üzərinə Allahın minnətidir ki, Allah minnət qoyub ki, o pak və müqəddəs aləmlərin Rəbbi olan Allahın adından çıxış etməyi, belə deyək ki, Allahın ayətlərini bu yayın vasitəsilə, yəni ki, risalətini təbliğ etməyi və Allahı yad etməyi qismət edib şəxsən mənim üzərimə minnət qoyub, sonsuz sayda Allaha şükürlər edirəm buna görə. Bəli, inşallah bu günləri də Allahın izni ilə saat İbrahim oğullarının vaxtı ilə 15:00-dan 16:00-a qədər sizin qarşınızda mən özümü təqdim edim. İbrahimlər Şurasının irşid üzvlərindən biri olan, Allah rəsullarından biri olan Nadir əleyhissalamın biyyəti Zahir İbrahim oğludur sizin qarşınızda Allahın izni və yardımı ilə. Və inşallah yenə də qismət olsa dünən qaldığımız, yəni ki, yerdən davam edəcəyik Allahın izni ilə. İndi Allah nə qədər izin verərsə, vaxt ərzində nə qədər qismət olarsa bir o qədər Quranı tilavat, qiraət edərik. Və neysə əgər Allah öyrədərsə, sözsüz çox mümkündür, elə insanlar var ki, mümkündür, ola bilsin ki, fikirləşirlər ki, bunlar hardasa neysə belə deyək ki, öyrənib çıxırlar ora. Yox, əstəğfurullah. Yəni ki, Allah nə öyrədir, haçan nə öyrədir, o da ki, Allah neyi didizdirir, o deyilir. Çünki bu yol, yəni ki, kiminsə deyil və niyəsə xatirdir. Bu, sırf Allaha xatirdir və bu yol, din də ki, Allaha məxsus olan şeydir. Bu, Allahın, belə deyək ki, dinidir, yoludur. Və bunda böyük məsuliyyət var, şəxsən mənim üçün, bir bəşər olaraq. Bəli, yəni ki, burada Allah nə söylədirsə, nə qiraət etdirirsə, yəni ki, odur, şükür olsun Allah, sonsuz sayda, sonsuz qədər. Bəli, bir də bir balaca məlumat verim ki, yəni ki, inşallah artıq 15:06-nı göstərir saatlarımız. Qismət olarsa, Allah izin verərsə, əcəldən imkan olarsa, yəni ki, əgər vaxt yetişərsə, inşallah saat, deməli, 4-ə qalmış İbrahim oğullarının vaxtı ilə bir neçə dəqiqə, mən dəqiq vaxtını deyə bilmirəm, sonra yalancı çıxıram. Ola bilsin 5 dəqiqə, ola bilsin 3 dəqiqə, ola bilsin 10 dəqiqə. Nə qədər qalmış inşallah, birlikdə, yəni ki, qalxıb qismət olsa mən, Allahın bizlər üçün bu Qurandan açıb öyrətdiyi, vacib olduğu üçün gün ərzində o 5 vaxt qoyduğu fiziki Allahın huzuruna qiyama qalxıb, Allaha səcdə etməyi ki, Allah bizlər üçün vacib buyurub bu mübarək Quranda öz inanan bəndələr üçün. Həmin o yalvarış diləyiş islahatdan gün ərzində artıq üçüncüsü olan gün batandan əvvəl diləyiş yalvarışın qismət olarsa, inşallah qalxacağam. İndi yerini yetirməyə Allahın huzuruna bir qul kimi. İndi kim də əgər hələ etməyibsə və yaxud belə deyək ki, də məlumat vermək istədim ki, inşallah xəbərləri olsun ki, bəli, inşallah kim istəsə, yəni ki, birlikdə qalxıb, yəni ki, Allaha səcdə edərik, Allahın huzuruna qul kimi gəlib, Allahın bizlər üçün vacib qoyduğu o ibadəti yerinə yetirərik birlikdə. İlk öncə yenə də bu mübarək Quranın ayətlərindən tərtib olunmuş Allahın vəhi sayəsində, Allahın izni və yardımı ilə Allahın öyrətdiyi, öz bəndələrinə öyrətdiyi vəhi vasitəsilə Allah bu İbrahim oğulları, bu belə deyək ki, duaları tərtib edib, həmin duanı diləyək Allahdan, inşallah sonra isə, yəni ki, qiraətə, tilavata inşallah başlayarıq. Güvəri Allah ilə şeytandan müraciət etmişdən. İsmillahın, Rəhmanı, Rəhimin. Rəbbimiz sənin izninlə və yardımınla başlayırıq mübarək Quranın çevrilməsinin qiraətinə. Bərəkətli et və qəbul et bizdən niyyətimizi və elmimizi artır. Amin. Vasitə axtarıq üzərinə səni özümüzə arxa vəkil bilib sənə təvəkkül etməyə.
Dillərimizi sənin zikrin və şükrünlə rəvan et. At qəlbimizə o şeyləri ki, axirətin günündə bizlərə nicat verər cəhənnəm əzabından. Bağışla bizləri, rəhm et, sən rəhm edənlərin ən yaxşısısan. Qəlblərimizdən kini, küdürəti, paxıllığı, təkəbbürlüyü və sənin xoşuna gəlməyən pis, naqis şeyləri silib atmaqda bizlərə kömək et. Nəfsimizi, ruhumuzu, canımızı əqlimizə tabi etməkdə bizlərə yardım et Allahım. Və ən gözəl nemətlərindən olan neməti, şəhadəti bizlərə də qismət et. Bəli, bildiyimiz kimi və gördüyünüz kimi bu duaların içində Allah bizlərə öyrədir. Bəli, Allah öyrədir Quranda ki, bəli, Allahın ən gözəl nemətlərindən biridir. Belə deyək ki, ən gözəl nemətidir daha doğrusu şəhadət və biz diləyirik bunu Allahdan hər dəfə ki, Allah bizi, yəni ki, o məqama inşallah Allah yetişdirsin. Biz o qədər Allaha müti olaq ki, deyək ki, bizi Allah yolunda vurub öldürsünlər. İnşallah. Bəli, inşallah yenə də dünənləri 2-ci surənin dünən 2-ci surənin 186-cı ayəsinin axırıncı dəfə belə ki, qiraət etdik və dünən tələs-tələs olduğundan şükür Allaha, vaxtın yəni ki, çox məhdud olduğundan belə deyək, məhdud olduğundan mən dünənləri bu, yəni ki, qiraəti qutarandan sonra və ibadəti qutarandan sonra duaları verə bilmədim. Buna görə də qardaşları və bizləri izləyənlərə deyirəm, birinci Allah bağışlasın, şükür olsun Allah və sizdən də yəni ki, üzrxahlıq eləyirəm. Onsuz da bu qardaşlar hər dəfə çıxanda bu duaları verilir. Yəni ki, istər Quran qiraəti başlayanda və yaxud da qutaranda. Dünən vaxtın məhdudiyyətindən mən o duaları yəni ki, verə bilmədim. Ona görə üzrü sayım. Və bəli, bir qısa da bir söz demək istəyirəm. Bəli, mən indi bu qardaşların çıxışına baxıram və həmçinin belə deyək ki, Asif hesabında çıxışına baxdım. Bəli, o yəni ki, etiraflar elədi. Şükür olsun Allah, sonsuz sayıda Allaha şükürlər olsun. Mən bu barədə çox danışmaq istəmirəm. Biz bəşərik, biz yəni ki, Allah öyrədir bizlər ki, bəli, gün çıxandan gün batanacan biz günahın içində pak və müqəddəs olan Allahdır. Düzdür, hərdən elə olur ki, Allah baxır özünə, əstəğfurullah, yəni ki, adam baxır özünə, yəni ki, nə cür, yəni ki, etdiyi o əməllərə görə, o buraxdığı səhvlərə görə özü-özünə necə nifrət edir. Sonsuz sayıda Allaha şükürlər olsun ki, Allahın minnətidir ki, Allah gör necə rəhimli, mərhəmətlidir ki, Allah o anda bizləri cəza etmir və möhlət verir və sonradan, yəni ki, Allah qayıdır təzdən bizlərin üzərinə. Ki, biz də qaydaq Allaha tərəf, sonsuz sayıda Allaha şükürlər olsun. Ona görə Allahın neməti şəxsən mən zarın üzərində, mən bəşərin üzərində çox böyükdir, sonsuzdur. Ona görə də Allaha sonsuz təşəkkür edirəm, şükür edirəm. Bismillahirrahmanirrahim. Halaldır sizin üçün oruc gecəsi, yəni yeməz gecəsi, yaxınlıq tərəfinə qadınlarınızın. Onlar libasdır sizin üçün və siz də libas onlar üçün. Bildi Allah həqiqətən siz oldunuz xətalı öz nəfsinizə və tövbə etdi üzərinizə sizin və əff etdi sizdən. Və indi isə yaxınlıq edin onlarla və istəyin nə yazıb Allah sizin üçün və yeyin və için ta bəyan olsun sizin üçün ağ sap, qara sapdan fəcirdə. Sonra tamamlayın orucu yeməsi tərəfinə gecənin və yoxdur yaxınlığınız onlarla siz akifinsunuz məscidlərdə. Bu hüdududur Allahın və yaxınlaşmayın ona. Belə bəyan edir Allah öz ayətlərini insanlar üçün, ola ki təqvalı olsunlar.
Bəli, sonsuz şükürlər olsun Allah'a. Dinlənləri bu yeməz barəsində oxuduq. Yəni ki, onu gəldi ayətləri qiraət etdik və başqa yerlərdən də 58-ci surədən və ya belə 9-cu surədən də qiraət etdik. Və burada da bəli, Allah bununla bir daha şükür Allah'a göstərir ki, bəli, Allah elə bir şey yoxdur ki, bu insanın yaşayışında, həyatında ki, yəni ki, Allah onu bu Quranda, yəni ki, belə deyək ki, nazil etməmiş olsun. Yəni ki, bütün xırdalığına can, nə lazımdırsa bu bəşərə, insana, bu Quranda var. Buna baxmayaraq ki, insanların əksəriyyəti, böyük bir qismi deyirlər ki, yox, yəni ki, tək bu Quranla getmək olmaz, bunun təfsiri lazımdır və bunun təfsiri üçünsə, indi mən sadalamaq istəmirəm, filan kesin, 5 man kesin və s. və laxır. Yəni ki, hədisləri, nə bilim, kitablarını oxumaq lazımdır ki, sən bu ayətləri başa düşəsən. Amma Allah isə bu Quran ağıl sahibləri üçündür, alim olan kəslər üçündür. Allah isə açıq-aşkar 25-ci surənin 33-cü ayəsində açıq-aşkar, yəni ki, göstərir ki, bəli, sənə elə sual verməzlər ki, biz sənə bu Qurandan onun daha doğru düzgün cavabını və yaxşı təfsirini öyrətməyik. Bəli, daha doğru düzgün cavabını, yaxşı cavabını və arxasıcan vurğulayır ki, və təfsirini öyrətməyək. Bəli, Allah özü öz ayəsinə təfsir verməyə qadirdir. Allah aciz deyil. Allah insanlar üçün elə bir şey nazil etməyib ki, insanların ondan başı çıxmasın. Hansısa bir bəşər, bir şəxs, kəs, o damcı dəyərsiz sudan xəlq olunmuş o insan, Allahın, pak və müqəddəs, ulu uca olan Allahın, aləmlərin Rəbbi olan Allahın sözlərinə təfsir versin, belə deyək ki, açılış versin. Allah nə lazımdırsa, bu Quranda bizlər üçün nazil edib. Və necə ki, bəli, 25-in 30-cunun axırında orada söyləyir ki, bəli, yaxşı təfsirini öyrətməsi və həmçinin 10-cu surənin, səhv etmirəmsə, 37-ci ayəsində də var, bu barədə Allah öyrədir, əgər səhv etmirəmsə. Bəli, həmd olsun Allah. Və bu Quran Allahdan başqasının yanından gəlmiş iftira deyil. Bəli, bu Quran, hansı Quran? Allah bizlərə öyrədir. Orada yəni ki, ayətlər var. Biz hər dəfə qiraət edirik onu. 6-nın 92-si var, 17-ci surənin 9-cu ayəsi var, 28-ci 39-un deyəsən 28-indədir, yoxsa 39-un 23-ündədir. Bəli, orada var. Allah bütün xırdalığına can və həmçinin 2-ci surənin 2-ci ayəsində Allah yəni ki, izah edir və hansı Qurandan söhbət getdiyin Allah bizlərə öyrədir. Çünki məlumumuzdur ki, Tövrat, İncil də Qurandır. Və bundan qabaq insanları hidayət edən idi. Necə ki, Allah 3-cü surənin 3-cü, 4-cü ayəsində bu barədə vurğulayır və sonra ki, insanlar ona ixtilaf etdikdən sonra Allah bu mübarək Quranı nazil edib öz bəndəsinin üzərinə və onu hifz edib və heç kim onu, heç bir ayəsinin kəlməsini də dəyişdirə bilməz. Bəli, və burada 37-ci ayədə deyir ki, bu Quran Allahdan başqasının yanından gəlmiş iftira deyil. Lakin təsdiq edir əllərində olanı. Bəli, əllərində olanı təsdiq edir. Bu mübarək Quranın içində Tövrat da var, İncil də var. O Allahın nazil etdiyi Tövrat, İncil. Onda da Allahın hökmləri var. Sadəcə olaraq insanlar ona əl qatdıqlarına görə Allah bu mübarək Quranı sonra öz bəndəsinin üzərinə, seçdiyi bəndəsinin üzərinə, yəni ki, nazil etmişdir. İftira deyil. Lakin təsdiq edir əllərində olanı və Allahın hökmlərini təfsil edən kitabdır ki, Allah vurğuladı burada. Bəli, açıq-aşkar Allahın hökmlərini, Allahın hökmləri hardadır? Bu mübarək Quranın içində. Allah burada da deyir, Allahın hökmlərini təfsil edən kitabdır ki, bəli, bu kitab, bu ayətlər özü-özün, yəni ki, bir ayəsi o birisi ayəsini təfsirini verir. Ki, yoxdur şübhə onda aləmlərin Rəbbindəndir. Bəli, o kitabdır ki, onda şübhə yoxdur, aləmlərin Rəbbindəndir. Və gördüyümüz kimi,
25-in 33-ündə də və 13-37-ci ayətlərin vasitəsilə də Allah öyrədir bizlər ki, bəli, bu Quran özü, yəni ki, bir ayəsi o biri ayəsinə təfsirini verir. Necə ki, yəni ki, qardaşlar da bunu vurğulayırlar. Həmçinin, yəni ki, bundan qabaqki çıxışlarda da yəni ki, vurğulanıb və mən də vurğulamışam bu barədə ki, bəli, mənim fikrimcə bu mənə çatandır. Sonsuz sayda şükürlər olsun Allaha. Mən Allahın ayətlərinə istinad edərək bu fikri söyləyirəm. Mənimlə razılaşmaya bilərlər insanlar və ya kimsə razılaşmaya bilər bu yayımı izləyən kəslərdən. Amma bu mənim şəxsi fikrimdir. Ki, bəli, bu mübarək Quranın 6236 ayəsi var və həmin o 114 surəsi var. Həmin o birinci Fatihə surəsi, hansı ki, insanlar onu bir növ belə deyib ki, belə vəsiqə kimi o məclislərdə istifadə edirlər, girib çıxan üçün ki, bəli, kim girdi içəri Fatihə, kim getmək istəyir, əlin qaldırır ki, oradan ki, Fatihə və durub gedən var. Və sarvel Allahın dinini oyun əyləncəyə tutublar. Bəli, həmin bu Fatihə surəsi, 7 ayədən ibarət olan Fatihə surəsi Allahın öyrətməsinə, bəli, həmin o mübarək Quranın qapısıdır, girişdir, bu girişdir. Və yerdə qalan 6229 ayə isə həmin bu Quranın, belə deyək ki, bu surənin, birinci surənin izahatından, təfsirlərindən ibarətdir. Biri o birisini tamamlayır. Və bu qapıdan, necə deyərlər, loru dildə də olsa, bu qapıdan içəri girmək üçün də bunu oxuyanlar çoxdur. Hafizə Quranlar da var. İstəyir ərəb dilində, istəyir rus dilində, istəyir Azərbaycan dilində və yaxud başqa dillərdə. Söhbət ondan gedir ki, bunu oxuyurlar. Əzbər bilənlər də var. Sadəcə olaraq bunun, yəni ki, bu qapıdan içəri, belə deyək, məcazi mənada, qapıdan içəri daxil olmaq üçün bu qapının açarını hələ tapmadıqlarına görə bu qapıdan içəri, bu qapının, Allahın bu qapısını döyürlər, amma bu qapıdan içəri girə bilmirlər. Bu mümkün də deyil girmək. Çünki bu qapıdan içəri girmək üçün bu qapının kodu lazımdır. O kod da Allahın rəsuludur. O kodu tapmadıqlarına görə, bilmədiklərinə görə, bəli deyək ki, qəbul etmədiklərinə görə günü bu günəcən, bəli, 1400 il bundan qabaq mübarək Quranın nazil olmasına baxmayaraq, indiyənə qədər hələ bu Quranın içinə, belə deyək ki, daxil ola bilmirlər və onlar üçün açılmır. Bəli, izahat üçün başqa yerə getmək lazımdır. Allah bu mübarək Quranda özü təfsir verir. Allah aciz deyil ki, hansısa bir bəşər, hansısa bir şəxs, belə deyək ki, üstündə mundarıq daşıyan, şambo daşıyan kəs, belə deyək ki, Allahın ayətlərinə açılış versin, yəni təfsirin versin. Allah aciz olub özü öz ayəsini təfsir verməyə, qəliz bir şey göndərib insanlar üçün rəhmət olaraq, amma ki, insanlar ağıllı çıxıblar Allahdan və ona təfsir verirlər. Allahın, belə deyək ki, necə deyərlər, tamamlamadığı işi tamamlayırlar, əstəğfurullah. Bəli, burada Allah öyrədir bizləri ki, bəli, bütün xırdalığınacan var və həmçinin yeməz barəsində Allah bizlərə öyrədir ki, burada, yəni bir yaxşı söylədiyim kimi, bəli, bütün xırdalığınacan Allah həyatımızın bütün qayda qanunu, neyi necə etmək lazım, bütün xırdalığınacan Allah bu mübarək Quranda öyrənir. Çünki Allah heç nədən utanmaz, çəkinməz, şükür olsun Allah aləmlərin Rəbbinə. Bəli, burada da deyir ki, yeyin için ta bəyan olsun sizin üçün ağ sap, qara sapdan fəcirdə və tamamlayın orucu yeməsi tərəfinə gecənin demədi gün batandan sonra və yaxud gün batana yaxın. Bəli də gün batandan sonradır, amma mən fikir vermişəm, heç gün batmır. O qalıb hələ orada, belə deyək ki, kölgə kimi qalıb orada, hələ qızartısı getməyib. Əllərində stəkan, bir əlində də xurma, getdi içəri, iftarını açdı. Amma Allah isə burada öyrədir ki, bəli, tərəfinə gecəyə tamamlayın və özləri üçün bir şey götürürlər ki, bəli, adam, belə deyək ki, təfsir veriblər bu şeyə ki, bəli, ona görə belə olur ki, yəni, gecə, belə deyək ki, gecə yeyəndən sonra gecə ibadətini etmək, belə deyək ki, ağırdır, bir növ, nə bilim, o məst olur, məst kimi olur, yəni ki, o ağırdır. Yəni, toq qarna Allaha səcdə etmək, yəni ki, ağırdır. Yaxşı, bəs görəsən, bu yeməz olmayan vaxtı
hansı ki bu belə deyək ki, adi günlərdə bu insanlar günorta ibadətini və yaxud gün batandan əvvəl ibadətini bəs necə eləyirlər tox qarnına? Həmd olsun Allah aləmlər Rəbbinə. Bəli, burada Allah öyrədir. Necə ki, İbrahim oğulları bizlər bəli bu günləri edirik. Gecədən sonra, gecə olandan sonra sən iftarı, yeməsi, orucu aça bilərsən. Və yoxdur yaxınlığınız onlarla və siz akifsiniz məscidlərdə. Bu hüdududur Allahın və yaxınlaşmayın ona. Belə bəyan edir Allah öz ayətlərini insanlar üçün. Ola ki, təqvalı olsunlar. Bəli, bu deyir Allahın hüdududur, qanunudur. Və deyir, yaxınlaşmayın onlara, belə bəyan edir Allah sizin üçün öz ayətlərini, Allah öz ayətlərini insanlar üçün, ola ki, təqvalı olsunlar. Ola bilsin ki, Allah bütün xırdaqlarını açıqlayır ki, ola bilsin ki, bu insanlar Allahdan bəlkə qorxan olsunlar, çəkinən olsunlar. Və bəli, biz, burada mən söylədiyim ki, bəli, gecəni tamamlayırlar, yəni gün batandan sonra deyilir, amma görürsən ki, söhbət heç gün də tam batmır, iftarlarını açırlar və özlərini, belə deyək ki, düz sayırlar, amma Allahın öyrətməsini Allah bizlərə öyrədir ki, burada açıq-aşkar Allahın ayəsi var. Allah deyir ki, tamamlayın tərəfinə gecənin, yəni gecə olandan sonra yəni yeməsi, iftarı açmağı Allah bizlərə söyləyir və bu insanlar biz 9-cu surənin 36-cı ayəsindən qiraət etdik və 37-ci və 38-ci ayəsində nəzər salsaq, bəli, orada deyir ki, o kəslər ki bəli, həmd olsun Allah aləmlərin Rəbbinə. 9-cu surədə deyir ki, 37-ci ayəsində, 36-da şəhərləri saydı Allah bizlər üçün neçə ərşikdir. Yəni ki, il ərzində il neçə ərşikdən, yəni şəhərdən, aydan ibarətdir. Və 37-ci ayəsində deyir ki, həqiqətən əvəz etmək, azaldıb çoxaltmaq küfrü artırmaqdır. O kəslər ki, kafirdirlər, onunla zəlalətə salarlar. Buna bir il icazə verirlər və bir il qadağan edirlər. Ondan ötürü ki, Allahın qadağan etdiyi saylara bərabər tutsunlar. Və Allahın qadağan etdiyinə icazə verirlər. Onların pis əməlləri qarşılarında zinətli olur və Allah kafir qövmü hidayət etməz. Bəli, və bu ayədə də Allah öyrədir ki, şükür olsun Allah, bəli, biz nəzər salsaq, insanlar bu illəri belə deyək ki, və yaxud keçən il belə deyək ki, misal üçün tutublar sentyabrın 10-undan, belə deyək ki, onundan qadağandır, misal üçün bir ay ərzində o yeməsləri, orucları, o Ramazan söylədikləri, o ərşihi görəcəkləri zaman, hansı ki Allah bizlərə açıb öyrətdi mübarək Quranda ki, ərşih nədir və onu görəcəyi zaman həmin Ramazan sözü nədən ibarətdir, izahatını Allah sonsuz şükürlər olsun Allah bizlərə açıb öyrətdi mübarək Qurandan. Və bəli, onu belə deyək ki, bu il tuturlar misal üçün sentyabrın, belə deyək ki, iyunun 10-u, gələn il, misal üçün, həmin o iyunun 10-u yox, artıq iyunun, belə deyək ki, 20-sindən, misal üçün, artıq başlayır. Elə bir ki, bu il, iyunun 11-i haram idi, hörmətli idi, qadağan idi, amma gələn il, həmin o hörmətli Allahın, belə deyək ki, o hörmətli saydıqları, belə deyək ki, haram saydıqları o gün artıq bu il halal sayılır. Və Allah da öyrədir bizə burada ki, həqiqətən deyir, azaldıb çoxaltmaq deyir, küfrü artırmaqdır. O kəslər ki, kafirdirlər, onunla zəlalətə salarlar. Ya kafir sözü biraz ağır gəlir insanlara. Kafir yəni inanmayan kəslər, Allaha inanmayan kəslər. Zəlalətə salırlar, buna bir il icazə verirlər və bir il qadağan edirlər. Bəli, bir il icazə verirlər, o birisi belə deyək ki, o icazə verdiklərinə, misal üçün, qadağandır. Misal üçün, bir yax söylədim, ayın 10-undan gedir o birisi ayın, misal üçün, 10-unacan qadağan. Amma bu birisi dəfə bu başdan da, o başdan da, bu başdan qadağan olan ayın 11-i, belə deyək ki, halal olur. O birisi başdansa, halal olan ayın 11-i artıq, belə deyək ki, haram olur. Yəni 10 gün dala qabağa çəkirlər. Allahın saylarına tay tutmaqdan ötürü, bərabər tutmaqdan ötürü. Allahın qadağan etdiyi saylara bərabər tutsunlar və Allahın qadağan etdiyinə icazə verirlər. Onların pis əməlləri qarşılarında zinətli olur
Vallahi kafir qövmü hidayət etməz. Həmd olsun Allah aləmlərin rəhminə. Bəli, qayıtdıq yenə ikinci surədən, qaldığımız yerdən davam etdirməyə inşallah. Və yoxdur yaxınlığınız onlarla və siz akifinsunuz məscidlərdə. Bu hüdududur Allahın və yaxınlaşmayın ona. Belə bəyan edir Allah öz ayətlərini insanlar üçün. Ola ki, təqvalı olsunlar. Və yeməyin malınızı aranızda batillə və verməyin onu hakimlərə yemək üçün firqəsini mallarından insanların günah ilə və siz bilirsiniz. Bəli, bu gün hakimlərdən, rahiblərdən və sair və axır var kəslərdən ki, və insanların malın necə belə deyək ki, batillə, açıq-aşkar haramçılıqla, belə deyək ki, kulturlu surətdə alıb yeyirlər. Allah da burada deyir ki, və yeməyin malınızı aranızda batillə və bir-biriniz arasında və verməyin onu hakimlərə yemək üçün firqəsini mallarından insanların günah ilə və siz bilirsiniz. Sual edirlər sənə hilallardan, o vaxtlardır insanlar üçün və həc, yəni bayram üçün. Və deyil yaxşılıq ki, daxil olasınız evlərə zühurundan onların. Və lakin yaxşılıq kim təqvalıdır? Bəli, Allah deyir hilallardan o səndən sual edəndə, o hansı ki o vaxtlardır bayram üçün, yəni həc üçün, o gəlmək üçün. Səndən sual edirlər hilallardan, o vaxtlardır insanlar üçün və həc, yəni bayram üçün. Bəli, o vaxtlardır deyir, həmin o vaxtlardan sual edəndə, həc, o gəlmə, o bayram üçün, insanlar üçün və deyil yaxşılıq ki, daxil olasınız evlərə zihurundan onların və lakin yaxşılıq kim təqvalıdır. Bəli, Allah deyir, yaxşılıq odur ki, evlərə deyir, yəni ki, başqa ayətlərdə də var, başqa yerdən, yəni icazəsiz və yaxud başqa yerdən, arxa tərəfdən daxil olmağınız, yəni ki, düzgündür. Təqvallıqdır, Allahdan qorxmaqlıq deyil. Və deyil, yaxşılıq ki, daxil olasınız evlərə zihurundan onların. Və lakin yaxşılıq kim təqvalıdır? Bəli, kim təqvalıdır? Yaxşılıq kim təqvalıdır? Təqvalı olan kəs nə? Allahın qanunu ilə inanan kəs gələcək, döyəcək qapını, müraciət edəcək, icazə alacaq. Və ona əgər Allahın öyrətməsi ilə, əgər o Allah adamdırsa, ona icazə veriləcək, deyiləcək, gələcək. Və yaxud deyiləcək ona, yox, gəlmə, müsait deyil, onda isə geri dönəcək. Necə ki, Allah başqa ayətlərdə də öyrədir bizlərə ki, bəli, onda ki, deyir, sizə icazə verdilər, daxil olun. Elə ki, vermədi, deyildi, sizə qayıdın, onda deyir, qayıdın. Və daxil olun evlərə qapılarından və təqvallıq Allaha, ola ki, nicat tapasınız. Və döyüşün Allah yolunda o kəslərlə ki, kim döyüşür sizinlə və həddinizi aşmayın. Həqiqətən Allah sevməz həddi aşanları. Bəli, Allah burada deyir ki, 190-cı ayədə, döyüşün Allah yolunda o kəslərlə ki, döyüşür sizinlə. Biz açıq-aşkar gedib kimlənsə döyüşmürük, necə deyərlər, sözsüz Allah bizlərə, şükür olsun Allah'a sonsuz sədə, açıq bu mübarək Quran ayətlərinin vasitəsilə öyrətdi ki, bəli, bizim döyüşümüz, mübarizəmiz şeytanlandır, bizim açıq-aşkar düşmənimiz şeytandır. Necə Allah öyrədir bizlər ki, bəli, şeytan sizin üçün açıq-aşkar düşməndir, onu özünüzə düşmən tutun və bizim silahımızın, belə deyək ki, bu mübarək Quran olmasını Allah öyrətdi bizlərə. Necə ki, bir başqa ayəsində Allah öyrədir bizlərə ki, bəli deyir, əgər bu Allah bu Quranı dağlara nazil etsəydi, dağları parça-parça didilib dağılan görərdin. Hansı ki, bu gün nəzərə alsaq ki, ən axırıncı model, belə deyək ki, mən üzr istəyirəm, müəyyən sözləri, o necə deyərlər, necə öyrəşmişik uşaqlıqdan, biraz rus dilinə kimi deyilir, yəni necə işlədilib, odur deyirəm, ona görə üzr istəyirəm. Bəli, hansı ki, ən axırıncı buraxılış olan, belə deyək ki, silah, bomba, nə bilim, neynəsə, o dağları dağıtmaq mümkündür. Amma Allah isə öyrədir bizlərə ki, gör Allahın ayətləri necə, Allah necə qüvvətli, qüdrətlidir ki, və Allahın ayətləri necə güclü silahdır ki, Allah deyir, biz onları deyir, dağa nazil etsək, deyir, sən onu deyir, dağılaraq didilib, deyir, parça-parça olduğunu görərsən. Və biz heç bir nəzər salsaq bu dünyada, yer kürəsində heç bir ölkənin, heç bir elə bir silahı yoxdur ki, o dağları belə ki, didib dağıda bilsin. Yoxdur, çünki belə, indi mən istəmirəm belə şey olsun, sadəcə olaraq söz gəlib işlədirəm. Nəzər salsaq, başqa o hegemon ölkələrdə olub ki, bəli, o belə deyək ki, başqa ölkələrə nə qədər
necə deyərlər, hücum edib, silahlarla hücum edib, amma gəl ki, onları o yerləri, belə deyək ki, o dağları, o düzənlikləri, yəni ki, dağıda bilməyib o silahlarla. Bəli, bizim silahımız da Allah öyrətdi bizlərə ki, bu mübarək Qurandır. Və burada da söyləyir Allah bizlərə ki, və döyüşün Allah yolunda o kəslərlə ki, kim döyüşür sizinlə. Deməli, bizim silahımız Quran olduğuna görə və bizim düşmənimiz də şeytan olduğuna görə, biz o insanların şeytanın zəngində olduğunu bildiyimizə görə, biz o kəslərlə, yəni bu mübarək Quranın ayətləri ilə, bu silahımızla, Allahın bizlərə bəxş etdiyi bu silahla, yəni ki, mübarizəyə qalxırıq. O anda ki, Allah öyrədir burada ki, və deyir, döyüşün Allah yolunda o kəslərlə ki, kim döyüşür sizinlə. Bəli, biz gedib heç kimə ilişmirik, əstağfurullah. Yəni ki, biz yolumuzu gedirik. Kimsə əgər, belə deyək ki, olur çatda və yaxud belə Facebookda və yaxud nə bilim həyatda belənçinə olur da gəlirlər, necə deyərlər ki, sual verirlər. Sual verəndə də bunun, yəni ki, necə deyərlər, cavabını vermək lazımdır Allahın öyrətməsi ilə. Yəni ki, o lovğalıq üçün yox, Allahın öyrətdiyindən. Allahın öyrətdiyi kimi, sözsüz Allahın izni və yardımı ilə. Bəli, biz də o kəslərlə Allah öyrədir bunlar ki, o kəslər öyrədir bizlərə ki, o kəslər ki, döyüşürlər sizinlə Allah yolunda və deyirsiniz də onlarla, bəli, və deyir, döyüşün Allah yolunda o kəslərlə, kim döyüşür sizinlə, bəli, kim döyüşür bizimlə, biz onu o kəslə döyüşürük, yəni Allahın ayəsi ilə, deyir, belə deyir, Allah Quranda belənçinə deyir, və yaxud deyir, bu söz belənçinə, misal üçün, biz deyirik ki, bax, Quranda, amma Allah belənçinə deyir. Sonra deyirlər ki, siz düzdürsünüz, nə bilim, aləmi qatırırsınız bir-birinə, nə bilim, nə, süz belə, süz elə. Qardaş, sən özün gəlmirsən, sual verirsən. Və sual verirsənsə, Allah da öyrədir ki, döyüşürlər, siz də onlarla döyüşün, əgər ki, sizinlə döyüşürlər. Və sual verirsən, mən də sənin sualının cavabını Allahın izinlə, Allahın öyrətməsi ilə, Allahın yardımı ilə, bu mübarək Qurandan yəni ki, verilməlidir də. Sən gəlmirsən də, mən gəlməmişəm ki, sənin üstüvə. Və Allah da öyrədir burada ki, bəli, və döyüşün Allah yolunda o kəslərlə kim döyüşür sizinlə və həddinizi aşmayın və həqiqətən Allah sevməz həddi aşanları. Bəli, deyir, döyüşün onlarla, ancaq ki, həddinizi aşmayın, yəni cızığınızdan çıxmayın. Yəni, xət var da, o xətdən qabağa, o ağacdan qabağa keçməyin. Necə ki, bəli, o ağac, səd, belə deyək ki, xət, o qadağan, yəni ki, bunlar hamısı, belə deyək ki, eyni sözün öyle bir ki, belə deyək ki, köküdür, şükür olsun Allah, necə ki, o insanlar deyirlər, o Adəm, Həvva, at da qoyublar özlərindən, ki, bəli deyir, o ağac, nə bilim, alma ağacı, buğda ağacı yedi, cənnətdən çıxdı, neynədi. Sözsüz orada Allah, bu Quran ağıl sahibləri üçün, Allah orada məcazi mənada ağac sözünü işlədir, necə ki, bu bizim aramızda, loru dildə, yəni həyatımızda da işlənir bu ağac barəsində söz, bu çəpər, ağac, bu cür sözlər, ifadələr işlənilir bizim aramızda. Bəli, o ağac qadağan, o hörmətli, yəni ki, o qadağanı, özü o qadağan biləndə sən Allaha hörmət etmiş olursan. Və döyüşün onlarla harada görüşdünüz və xaric edin onları, oradan ki, xaric etdilər sizi. Və sınaq şiddətlidir qətildən. Bəli, sınaq uludur qətildən. Və döyüşməyin onlarla yanında Məscid-ül Haramın, ta döyüşsələr sizinlə orada. Və əgər döyüşsələr sizinlə və döyüşün onlarla. Belədir cəzası kafirlərin, inanmayanların. Və əgər nəh etdilər və həqiqətən Allah qafurdur, rəhimdir. Allah deyir, döyüş onlarla. Əgər ki, onlar döyüşürlər səninlə. Və deyir ki, əgər deyir, nəh etdilər, əllərini saxladılar, dayandılar, qayıtdılar. Və onda deyir, arxasından vurğulayır ki, və həqiqətən Allah qafurdur, rəhimdir. Bəli, Allah bağışlayandır və rəhimlidir. Bu döyüşməkdə məqsəd məna nədən ibarətdir? Yəni, o insanları, necə ki, vaxtı ikən bizləri, Allahın seçilmişləri, rəsulları ki, necə vaxtı ikən o şeytanın zəngindən, necə deyərlər, həmin bu silahla döyüşə-döyüşə çəkib o şeytanın zəngindən çıxartdıqları kimi, indi isə Allah bizlərə öyrədir ki, necə tədris almışsınız, o cürdə tədris edin, şükür olsun Allah. Və həmçinin necə öyrənmişik, o cürdə, necə deyərlər, Allah deyir ki, o cürdə, yəni necə sənə öyrədilib, təbliğ olunub, o cürdə sən etkinə. Bizim də borcumuz ki, bu insanları həmin o şeytanın zəngindən, yəni ki, almaqdan ibarətdir.
Yəni nəticədə bizim belə deyək ki, davamız Allah öyrədir bizlərə ki, bizim belə deyək, savaşımız ancaq şeytanlandır, bəşərlə deyil. Və silahımız da ancaq bu mübarək Qurandır. Və əgər nə etdilər və həqiqətən Allah Qafurdur, rəhimdir. Və döyüşün onlarla ta olmasın sınaq və məxsus olsun din Allah üçün. Bəli, döyüşün onlarla ta olmasın sınaq və olsun məxsus din Allah üçün. Bəli, ta o vaxta qədər ki, o vahid din olana qədər, yəni Allahın haqq olan dinini qəbul edənə qədər. Çünki Allah vahiddir, əhəddir və onun yolu da təkdir, vahiddir. Və Allah bu mübarək Quranda ayətlər var, çox ayətlər var. Allah öyrədir bizlərə orada ki, bəli, Allahın dini hansı dində olmağı və kimin dinində olmağı və Allah yanında qəbul olunan dinin hansı olması, necə bu barədə var, misal üçün, ikinci surənin 3-cü surə, yoxsa ikinci surənin desən 19-cu və 85-ci ayəsində var. 3-cü surədə deyəsən, üzr istəyirəm. Dedim sözü gəlir ayəni inşallah. Bəli, 3-cü surədədir. Allah 19-cu ayəsində deyir ki, həqiqətən din Allah yanında təslim olmadır və ixtilaf etdilər paxıllıqdan öz aralarında o kəslər ki, əta olunmuşdu kitab, ancaq ondan sonra ki, gəldi onlara elm. Bəli, paxıllıqdan öz aralarında, ancaq ondan sonra ki, elm gələndən sonra özlərini təkəbbürlükdən, özlərini ağıllı saydıqlarına görə təkəbbürlərindən qəbul etmirlər həqiqəti. O kəslər ki, əta olunmuşdu kitab, ancaq ondan sonra ki, gəldi onlara elm. Və kim küfür edərsə Allahın ayətlərinə, həqiqətən Allah sürətlidir, hesabdır. Və həmçinin 85-ci ayəsində də Allah öyrədir bizlərə ki, bəli, Allahın yanında qəbul olunan din təslim olmadır. Və kim ki, axtararsa qeyri təslim olmadan din və qəbul olunmaz ondan. Bunu Allah deyir və Allahın ayəsidir. Kim axtararsa, Allahın dinində Allah vahiddir və onun yolu təkdir və o da təslim olmadır. Allah da onu İbrahim Əleyhisselamın adı ilə bağlayır və buna baxmayaraq ki, İbrahim Əleyhisselamdan da öncə nə qədər Allahın seçilmişləri, rəsulları, bu Quranda adları olan və olmayan Allah öyrədir bizlərə rəsullar ki var və ondan sonra da nə qədər rəsullar ki var, buna baxmayaraq Allah öz dinini, yəni ki, İbrahim Əleyhisselamın adı ilə bağlayır və onu da ki, söyləyir ki, bəli, İbrahim Əleyhisselam Allah özünə dost götürüb və onun dini Hənif dini inşallah 4-cü surənin 125, 3-cü surənin 68-ci ayəsində bizlərə öyrədir və atamızın, yəni ki, insanlar da belə arada, yəni ki, söhbət edəndə deyirlər ki, bəli, peyğəmbərlər atası, bəli, atamızın da İbrahim Əleyhisselam olmağını da Allah 22-ci surənin 78-ci ayəsindən bizlərə açdı, öyrətdi. Bəli, inşallah qaldığımız yerdən davam edək. Allahın izni və yardımıyla. Və əgər nəh etdilər və həqiqətən Allah Qafurdur, rəhimdir. Və döyüşün onlarla ta olmasın sınaq və məxsus olsun din Allah üçün. Və əgər nəh etdilər və yoxdur ədavətlilik. Ancaq üzərində zalimlərin, bəli, ta o vaxta qədər ki, ta ki din məxsus Allah üçün olana qədər. Bəli, insanların şansı var, Allah şans verir, nə qədər ki, bu həyatda yaşayırıq, belə deyək ki, bəli, Allaha tərəf qayıtmağı, yəni ki, Allah yer qoyub, ta nə qədər ki, hələ ki, bizim vaxtımız belə deyək ki, yetişməyib və o vaxtda ki, heç kim, yəni ki, bilmir. Yəni ki, Allahın qeybini heç kim bilmir, şükür olsun. Allah bir başqa əsində öyrədir ki, deyir, heç bir nəfs bilməz sabah nə edəcəyini və heç bir nəfs bilməz ki, sabah hansı yerdə öləcək. Yəni ki, bu vaxt məlumdur, ha vaxtı. Yəni ki, mənə lazımdır neçə ili, əsri, günü, saatı gözləməkdən.
ki, axirət açan olacaq. Mən ölsəm, mənim üçün artıq axirətdir. Çünki mənim bu həyatda olan fəaliyyətim artıq belə deyək ki, sona erdi, belə deyək ki, qutardı. Və döyüşün onlarla ta olmasa sınaq və məxsus olsun din Allah üçün və əgər nə etdilər və yoxdur ədavətlilik onlar üzərində zalimlərin. Şəhrin haramı ilə və hörmətlər qisasdır. Və kim həddi aşarsa üzərinizə sizin və həddinizi aşın üzərinə onun misli ilə nə ki, həddi aşdı üzərinizə sizin və qorxun Allahdan və bilin həqiqətən Allah müttəqilərlədir. Bəli, qorxun Allahdan və bilin ki, Allah müttəqilərlədir. Bəli, Allah müttəqi olan kəslərlədir. Allah müttəqi olan kəslərə öz mələklərini nazil edir və yardım edir onlara. Və infaq edin yolunda Allahın və tullanmayın öz əlinizlə tərəfinə təhlükənin və ehsan edin. Həqiqətən Allah sevir ehsan edənləri. Bəli, Allah deyir, infaq edin Allah yolunda və tamamlayın, tullanmayın öz əlinizlə tərəfinə təhlükənin və ehsan edin. Həqiqətən Allah sevir ehsan edənləri. Bəli, ehsan edin deyir. Allah sevir ehsan edənləri. Mənəvi, maddi, fiziki kimin nəyə imkanı varsa, o ehsan nədir? Əhsən. O ehsanı eləməlidir, şükür olsun Allah. Necə gözləyirlər bu insanlar ki, atası, anası, nə bilim, kimsə axır ölsün, öləndən sonra onun üçün gəlirlər, borc, xərc, sonra neçə ildə onun əziyyətini çəkir, borc, xərc, məclis açır, deyir, ehsan verirəm atam üçün, nə bilim, anam üçün və s. və ilə axır. Ehsan nədir? Əhsən sözündən, yəni ki, əhsən sözüdür, yəni ki, yaxşı şeydir, belə deyək ki, Allahın xoşuna gələn şeydir o ehsan. Onu lazım deyil ki, gözləmək ki, kimsə ölsün. Hələ ölməmişdən qabaq o ehsanı, əhsəni, yəni yaxşılığı et də həmin adama. Allah üçün tamamlayın həcci və imarəti və əgər çətinlikdəsiniz və nə ki, yüngüldür hədiyyədən və qıxdırmayın başınızı ta çata hədiyyə öz məhəlləsinə. Və kim oldu sizdən məriz ya başından əziyyət çəkən və onda fidyə orucdan, ya sədaqət, ya niskinlik və onda ki, əminsiniz və kim mətahlanır imarətlə tərəfinə həccin və nə yüngüldür hədiyyədən və kim tapmadı və oruc 3 gün həcdə və 7 gün onda ki qayıtdınız. Bu 10'dur kamil. Bu kim üçün ki olmur əhli onun hazır məscidül harama və qorxun Allahdan və bilin həqiqətən Allah şiddətlidir. İqaba, bəli, həcc, o bayram, o gəlmə, biz indi ona gəlmə deyirik, Allahın öyrətməsinə. Bəli, o gəlmə, o həcc, bayram, onda deyir, başqa ayətdə də Allah öyrədir bizlər ki, bəli, deyir, onda deyir, evi etdik sənin üçün və deyir ki, insanlara deyir, gəlsinlər dəstə-dəstə dərə və təpələrdən sənə tərəf öz xeyirlərinə və deyir ki, şahid olmaqdan ötürü, öz mənfəətlərinə şahid olmaqdan ötürü. Və burada da Allahın öyrətməsində, bəli, hər bir kəs üçün, Allah bir başqa ayətlərin vasitəsilə öyrətdi bizlər ki, hər bir ümmət üçün, hər bir kəs üçün, bəli, öz qurbanlıq yeri var, öz əskilik yeri var, öz həcc yeri var, ya bayram yeri var, şükür olsun Allah. Və deyir, gələndə sənə tərəf gəlsinlər hədiyyələrdən və nə deyir, imkanı yoxdur, yüngül hədiyyədən. Və deyir, əgər tapmadılar onda, 3 gün həcdə, yəni bayramda 3 gün yeməz tutsun və 7 gün onda ki, qayıdandan sonra. Bu deyir, o kəs üçündür ki, kim ki, yəni ki, orada o, həmin o, belə deyək ki, Rəsulun, belə deyək ki, yanında, ətrafında olmayan kəs üçündür. Bu 10'dur kamil, bu kim üçün ki, olmur əhli onun hazır, məscidül harama və qorxun Allahdan və bilin həqiqətən Allah şiddətlidir iqaba. Həcc, yəni bayram şəhərlərdir məlum və kimə fərzdir onlarda həcc və onda yoxdur yaxınlıq və yoxdur fisk
və yoxdur cidal həcdə və nə fəaliyyət edəsiniz xeyirdən, bilir onu Allah və tədarük görün və həqiqətən xeyirli tədarük təqvalılıqdır və qorxun məndən ay ulu ağlı sahibləri. Bəli, Allah deyir tədarük görün. Özü üçün tədarük görün və xeyirli tədarük deyir, təqvalılıqdır. Necə bir başqa ayəsində deyir ki, bəli o libasdan söhbət gedir. Deyir, ən gözəl libas təqva libasıdır. Allahdan qorxmaqlıq libasıdır. Deyil üzərinizdə sizin günah ki, tələb edəsiniz fəzl Rəbbinizdən. Və onda ki, tərpəndiniz ərəfatdan və zikr edin Allahı yanında məhşərül haramın və zikr edin onu nə qədər hidayət etdi sizi və əgər oldunuz ondan qabaq zəlillərdən. Sonra tərpənin haradan tərpəndi insanlar və bağışlanmaq istəyin Allahdan. Həqiqətən Allah qafurdur, rəhimdir. Onda ki, qurtardınız niskinliyinizi və zikr edin Allahı. Nə qədər zikr edirsiniz, atalarınızı və ya şiddətli zikirlə. Bəli, Allah öyrədir, zikr edin. Allahı zikr etmək böyükdür, şükür olsun Allah. Allah zikrə özünün yad edilməsinə dəvət edir bizləri. Necə ki, bunun üçün ayətlər var, şükür olsun Allah və həmçinin nəzər salsaq çatdı da paslayan olur. 62-ci surənin 9-cu ayəsi və 7-ci surənin 204-cü ayəsi və s. və axır bu cür ayətlər var. Bəli, Allahın yad edilməsinə çağırır Allah və deyir ki, zikr edin deyir Allahı. Nə qədər zikr edirsiniz, atalarınızı və ya şiddətli zikirlə. Bəli, zikir, yad etmə, yəni ki, hörmət Allah üçün olmalıdır. Belə necə deyərlər ki, ata üçün, ana üçün, uşağı üçün və yaxud dünya üçün yox. Və insanlardan kim deyir, Rəbbimiz ətaət bizə dünyada və yoxdur onun üçün axirətdə xəlqdən. Və onlardan kim deyir, Rəbbimiz ətaət bizə dünyada yaxşılıq və axirətdə yaxşılıq və qoru bizi əzabından odun. Həmin onlardır ki, onlar üçün nəsib var. Nədən? Kəsb ediblər. Şükür olsun. Gör nə vurğulayır Allah. Deyir ki, o kəslər ki, deyirlər ki, Rəbbimiz ətaət bizə dünyada yaxşılıq və axirətdə yaxşılıq və qoru bizi əzabından odun. Həmin onlardır ki, onlar üçün nəsib var. Nədən? Kəsb ediblər. Və Allah sürətlidir hesabda. Bəli, bir başqa ayətləri var. Allah öyrədir orada bizlərə ki, bəli, ki, o kəslər ki, orada da sadalayır. Deyir, o kəslər ki, istəyirlər, yəni ki, həm bu dünyanı, həm axirəti. Bəli, Allah onların payını verəcək, amma əməllərinə görə verəcək. Amma o kəslər ki, sırf deyirlər ki, dua edirlər Allaha ki, bəli, Allahım mənim, Rəbbimiz axirətimizi bizlər üçün xeyirli ol elə və həmin o kəslər, belə deyək ki, yəni ki, nicat tapanlardır və bu istəyən kəslər isə ki, həm bu dünyanı, həm axirəti istəyirlər, onlara ancaq etdikləri əməllərin müqabilində Allah mükafatını verəcək. Uca qüdrətli olan Allah doğru buyurur, artıq vaxt tamamdır, 9 dəqiqə qalıb. İnşallah Allahın izin və yardımı ilə bu mübarək Quran ayətlərindən tərtib olunmuş duanı inşallah diliyək Allahdan. Sonra isə inşallah qalxaq ayağa. Gün batandan əvvəl gün ərzində Allahın bizlər üçün mübarək Quranda açıb öyrətdiyinə görə və həmçinin bir neçə ayda var və həmçinin 20-ci surənin 130-cu ayəsində də Allah bu barədə vurğulayır. Bəli, gün ərzində o 5 ibadətdən, diləkdən, fiziki yalvarışdan artıq üçüncüsü olan gün batandan əvvəl dilək yalvarışının birlikdə inşallah kim istəyərsə, mən indi qalxacam ibadətə Allahın izni ilə, kim etməyibsə, yəni birlikdə inşallah qalxıb edə bilər. Rəbbimiz cəzalandırma bizə, əgər undarıqsa, yaxud xəta edəriksə, Rəbbimiz yükləmə üzərimizə ağırlığı, nə qədər yüklədin üzərinə o kəslərin ki, bizdən qabaq var idilər. Rəbbimiz yükləmə bizə, nə ki, taqətimiz yoxdur ona. Əff et bizdən və bağışla bizim üçün və rəhm et bizə. Sən bizim Mövlamızsan və yardım et bizə üzərində kafir qövmün. Rəbbimiz, qəblərimizin əlməyinə imkan vermə, ondan sonra ki, hidayət edibsən bizi, amin. Və bəxş et bizim üçün öz yanından rəhmət. Həqiqətən sən Vəhhabsan. Rəbbimiz, həqiqətən biz inandıq. Və bağışla bizim üçün günahlarımızı və bizi od əzabından qoru. Allahım mənim, malikisən mülklərin. Verirsən mülk kimə istəsən və alırsan mülkü kimdən istəsən. İzzətlidir kim istəsə və zillətlidir kim istəsə. Sənin əlin ilədir xeyr. Həqiqətən sən üzərində küllü şeyin qadirsən. Bəli, burada deyir, izzətlidir
kim istəsə, zillətlidir kim istəsə. Bəli, Allah heç kimi yəni ki, zillətdə tərk eləmir, Allahda pis sifət yoxdur. Sadəcə olaraq kim zillətə getmək istəyir, azğınlığa getmək istəyir. Çünki Allahın bu mübarək Quranda 2-ci surənin 256-cı ayəsi var. Rəşk yol azğınlıqdan bu mübarək Quranda artıq ayrılıb. Kim hansı yolu istəyir götürə bilər. Və hər bir iki yolun da mükafatını Allah nə olacağını bu mübarək Quranda sadalayır ayətlərinin içində. Bəli, kim istəyir zəlalət, Allah tərk eləyir onu zəlalətdə ki, getsin. Çünki Allahın dinində məcburiyyət yoxdur. Kim isə Allaha tərəf qayıtmaq istəyir və Allah ona yardım edir. Ona görə də biz burada indi məndə yəni ki, bu dualarda burada kimi istəsəndir, şükür olsana sonradan ki, dəyişiklik oldu, bəli. İzzətlidir kim istəsə və zillətlidir kim istəsə, sənin əlindədir xeyir, həqiqətən sən üzərində küllü şeyin qadirsən. Cövlandirsən gecəni gündüzdə və cövlandirsən gündüzü gecədə və xaric edirsən dirini meyitdən və xaric edirsən meyidi diridən və ruzu verirsən kimə istəsən qeyri hesab. Rəbbimiz, bağışla bizim üçün günahlarımızı və işimizdə israfkarlığımızı və sabit et qədəmlərimizi və kafir qövmə qarşı bizə yardım et. Bütün həmdlər, şükürlər, təriflər, sənalar, saya sayılmaq, uzaq tutulmaq Allah üçündür, Rəbbidir aləmlərin. Allah qəbul eləsin, Allahın salamatçılığı olsun üzərinizdə, təslimlə İbrahim oğulları və Adam oğulları və o kəslər ki, Allaha tərəf meylləri var, bizləri izləyirlər və yaxud izləyəcəklər inşallah. Belə deyək ki, bu yayıma baxacaqlar sonradan. Bəli, mən ilk öncə sözsüz aləmlərin Rəbbi olan Allahdan bağışlanmaq diləyirəm. Mən bəşərəm, şükür olsun, mümkündür danışığımda, necə ki, qardaşlarım da vurğulayırlar hər dəfə. Danışığımda, hərəkətimdə, hansısa ola bilsin, deyiliş tərzimdə, hansısa bir hərəkətimdə neysə mümkündür, ola bilər. Yəni ki, kiməsə neysə şeytan başqa cür göstərsin, başqa cür alınsın, çıxsın və yaxud indiki rayətimdə, söylənişimdə ola bilsin, neysə mən özüm də bilmədən neysə xətaya yol vermiş olam. Ona görə də ilk öncə Allahdan bağışlanmaq istəyirəm, sonra isə sizdən dönə-dönə üzr istəyirəm. Əgər hardasa səhv buraxmışamsa üzrü sayın. Allah bağışlayandır, rəhm edəndir. Sonsuz sayda Allaha şükürlər olsun. Və bəli, bu günləri kim varsa məvludu olan qardaşlarımızdan qız və oğlan, yəni Allah onların da məvludunu mübarək və bərəkətli eləsin. Və qardaşlar da var ki, Allahın öyrətməsi ilə sözsüz ondan müstəhəb tutanlar da var, belə deyək ki, borc qaytarmaq üçün tutanlar da var Allahın öyrətməsi ilə. Allahla öz arasında olan əhdə görə oruç tutanlar da var. Allahdan da diləyirəm ki, bəli, o qardaşlar ki, yeməz qardaşlarım var mənim, o tuturlar o vacib yeməzdən əlavə olaraq. Bəli, Allah da bizlərə öyrədir bu 2-ci surənin 184-cü ayəsində səhv etmirəmsə, bəli, Allah deyir ki, bilsəniz o yeməz olmaq, yəni sizin özünüz üçündür, xeyri sizin üçündür. Bir şey ki, xeyirdir, Allah xeyri tərəf bizləri dəvət edir. Yəni, yaxşı şeyləri Allah bizlərə tövsiyə edir. Sonsuzda da Allaha şükürlər olsun. Bəli, Allahdan da diləyirəm ki, Allah onların yeməsini, yeməz olan qardaşlarımı, yeməzlərini Allah qəbul eləsin. İndi isə inşallah qalxaq, diləşi yerinə yetirik Allahın izni ilə. Bismillah, Allah. Bağışla Allah, bağışla Allah, bağışla Allahım mənim. Sənə güvənirəm zatından şeytanların, güvənirik sənə onların bizim hüzurumuza gəlmələrindən, Allahım mənim, sənə yaxın olmaqdan ötürü. Vacib olduğu üçün hüzuruva bir qul kimi gəlib, gün batandan əvvəl diləş yalvarış salatını yerinə yetiririk vacib olduğu üçün. Öz dərgahında dərəcəyə qəbul etir bizim yalvarışı və bağışla əff et, keç günahlarımızdan. Sən bağışlayanların, rəhm edənlərin ən gözəlsən, ən yaxşısısan. Allah, o böyükdür. Bütün həmd, şükür, tərif sənə Allah üçündür, Rəbbidir aləmlərin. Rəhman, Rəhim, Malikidir günün dinin. Təkcə sənə ibadət edir, təkcə səndən diləyirik. Hidayət et bizi yolun düzünə. Yoluna o kəslərin ki, neymət üzərinə onların, qəzəbə düçar olanların, azanların yoluna yox. O Allah əhəddir, Allah ehtiyatsızdır. Heç kəs onun evladı deyil, o da heç kəsin evladı deyil. Ona oxşar tay, misil, bərabər bənzəri yoxdur olmayacaqda. Allah, o böyükdür. Hak müqəddəsdir Allah, qüdrətlər qüdrətlisidir, ucadır Allah.
Eşidir Allah o kəsləri ki, onu tərif edir. Allah o böyükdür. Rəbbimiz pak və müqəddəsdir. Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir. Bağışla Allah. Allah o böyükdür. Ən şükür tərif sənə Allah üçündür, Rəbbidir aləmlərin. Rəhman, Rəhim, Malikidir günün dinin. Təkdə sənə ibadət edir, təkdə səndən diləyirik. Hidayət et bizi yolun düzünə. Yolunu o kəslərin ki, neymət üzərinə onların, qəzəbə düçar olanların, azanların yoluna yox. O Allah əhəddir, Allah ehtiyatsızdır. Heç kəs onun evladı deyil, o da heç kəsin evladı deyil. Ona oxşar, tay, misil, bərabər bənzəri yoxdur, olmayacaq da. Allah o böyükdür. Pak və müqəddəsdir Allah, qüdrətlilər qüdrətlisidir, ucadır Allah. Eşidir Allah o kəsləri ki, tərif edir onu. Allah o böyükdür. Rəbbimiz pak və müqəddəsdir. Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir. Bağışla Allah. Allah o böyükdür. Həm şükür tərif sənə Allah üçündür, Rəbbidir aləmlərin. Şəhadət verir Allahdan başqa qeyri bir Allah yoxdur. Allah vahiddir, əhəddir, şəriki yoxdur. Şəhadət verir Quranın ayətlərinə istinad edərək Allahın hər zamanda seçib qaldırdığı, göndərdiyi bütün rəsulları, nəbiləri, xəbər verənləri, xəlifələri haqdır. Rəbbimiz salamın olsun rəsullarına, nəbilərinə, xəbər verənlərinə, xəlifələrinə. Rəbbimiz salamın olsun inanıb, əməllərini islah edən, bir-birini haqq ilə, bir-birini səbr ilə tövsiyə edən bəndələrin üzərinə. Salamı olsun sizə Allahın, salamı olsun sizə Allahın. Bağışla Allah, bağışla Allah, bağışla. Həm şükür tərif sənə Allah üçündür, Rəbbidir aləmlərin. Allah o böyükdür. Allah qəbul eləsin, Allahın salamatçılığı olsun üzərinizdə təslimlə. İnşallah Allah izin verərsə, qismət olarsa bir daha inşallah sizinlə görüşərik. İndi isə diləyirəm üzərinizə salamatçılığı təslimlə. Salam əleykum. Allah qəbul eləsin.